Yəqin ki, siz də bu səhnəni dəfələrlə görmüsünüz. Qaliblər kürsüsünə çıxan çempionlar medallarını dişləyərək kameraya maraqlı görüntülər verirlər. Bəs bu maraqlı ənənənin səbəbi nədir? Gəlin birlikdə öyrənək. Əslində bu yeni bir ənənə deyil. İlk dəfə 1991-ci ildə medalları dişləməyə başladılar. Bəs onlar niyə şəkil çəkdirəndə medalları dişləyirlər? Əslində hər şey çox sadədir. Bunu etməyə onları fotoqraflar məcbur edir. Darıxdırıcı fotolardan xilas olmaq üçün onlardan bunu etmələrini tez-tez xahiş edirlər. Bu yolla qaliblər güya medalların nə qədər həqiqi qızıldan olub-olmadığını yoxlayırlar. Məsələ bundadır ki, əvvəllər həqiqətən də qızılın keyfiyyətini yoxlamaq üçün onu dişləyirdilər. Əgər qızıl həqiqidirsə, onun üzərində dişiniz artıq qızılın keyfiyyətini yoxlamağa ehtiyac qalmayıb. Əslində bu hələ uzaq 1912-ci ildən belədir. Medalların tərkibində olan əsl qızılın miqdarı cəmi 1,2%-dir. Hətta belə bir maraqlı fakt da qeydə alınıb ki, 2010-cu ildə idmançı David Moeller bunu etməklə dişini sındırmışdı. Buna görə də bəzi çempionlar medallarını öpərək kadra düşməyə üstünlük verirlər. Hər nə qədər qızıl medal əslində qızıl olmasa da, bu mükafatla təltif olunmaq hər bir idmançı və təmsil etdiyi ölkə üçün böyük şərəfdir.